Hələ, qulaq asırsınız, imamın dünyaya gəlişindən qabaq imamların sahabələri bu barədə kitablar yazıblar. Baxınız, maraqlı mətləbdir də, huzurunuzu ərz edirəm. Yəni, bu barədə o qədər hədis yetərliyi var ki, o qədər çox hədis var ki, bu barədə. Hətta İmam ağamız hələ dünyaya gəlməmiş, ağamızın haqqında kitablar yazılıb. İmam Zaman ağanın haqqında. Məsələn, İmam Səccad əleyhissalamın sahabəsi Həsən ibn Səid Əhvazi Əl-Məlahim kitabını yazıb İmam Zaman ağanın haqqında. 4-cü İmamın sahabəsi. 2. İmam Baqir əleyhissalamın sahabəsi Əbu İshaq demək, İnmati Əl-Qeybə kitabını yazıb İmam Zaman ağanın haqqında. 3. İmam Kazım əleyhissalamın sahabəsi Əbul Həsən Tai, onu da yazdığı kitabın adı Əl-Qeybədir. 4. İmam Rıza əleyhissalamın sahabəsi Həsən ibn Muhammed Səffar Dəlail-i Xurucil Qaim Əcəlallah Teala Fərəcəhu Şərif Həzrəti Hüccətin xurucunun dəlilləri. 5. İmam Cavad və İmam Hadi əleyhissalamın sahabəsi Fəzl ibn Şazan İsbatul Qeybə əsərlərini hələ İmam Zaman ağa dünyaya gəlməmiş yazıblar. Bu nəyin göstəricisidir? Bu odur ki, məsələ nə qədər aktual olub, nə qədər hədis mövcud olub, nə qədər məlumat var imiş ki, kitab halına düşüb artıq. Hələ Həzrət Hüccət heç dünyaya gəlməyib. Təəssüf bundadır ki, bu kitabların heç biri indiyənəcən gəlib çatmayıb. Amma qədim qudəmadır, mütəəxir yox. Qudəma uləmamız, qədim alimlərimiz öz kitablarında bu kitabların adını çəkiblər, bunlardan istinad ediblər. Oradan bilirik ki, məsələn, Şeyx Müfidin əlində var imiş. Amma gəlib bu yana çatmayıb. Ya məsələn, mərhum Numaninin əlində var imiş, Şeyx Səduqun əlində var imiş bu kitablar. Amma gəlib bura çatmayıblar. Maraqlı mətləblərdən biri budur, gələcəkdə də deyəcəyəm. Şeyx Səduq rəhiməhullah əlində İmam Zaman ağanın öz əl yazma hədislərinə icra olub. Əl yazmaları var imiş Şeyx Səduqun əlində. Ki, səfirlərə yazdığı məktublar və s. Onlar Şeyx Səduqun əlində var imiş. Yetişib gəlib çatırmış ona. Bəs əziz möminlər, Məhdəviyyət mövzusu o qədər aktual və ciddi yanaşılan məsələ olub ki, hələ İmam Məhdi Əcəlallah Fərəcəhu Şərif dünyaya gəlməmiş onun haqqında kitablar yazılıb.